Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Bir sual, bir cavab layihəsində yenidən birlikdəyik. Mövzuda bağlı veşimizə ilahiyyatçı Hacı Sahib Məmmədovu dəvət etmişik. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirik. Hacı, belə deyək, el arasında belə bir şey var ki, belə bir sözlər yayılır daha doğrusu ki, biri Allahdan uzaqdır, amma çox gözəl yaşayır, çox zəngin yaşayır, bağlı yaşayır. Amma Allaha yaxın olan fəqir yaşayır. Yəni, bu barədə nə demək olar, necə dəyərləndirmək olar məsələn? Dinimizə görə hər ikisi ilahi imtihanla qarşı-qarşıyadır. Yəni, bu dünya imtihan dünyasıdır, bəlalarla dolu bir dünyadır və biz bu dünyaya gəlməyimizdən də məqsəd imtihan verməkdir. İmtihan vermək üçün də müxtəlif vasitələr olmalıdır, müxtəlif hadisələr olmalıdır. Biz elə başa düşürük ki, yalnız kasıbçılıq, yoxsulluq içində olan imtihandadır. Yoxsulluqdan çıxsa, maddi durumu düzəlsə, yaxşılaşsa, o artıq imtihanda deyil. Bu səhv düşüncədir. Elə maddi imkanı çox olan insan da imtihan içərisindədir, yoxsul insan da imtihan içərisindədir. Məsələn, Həzrəti Süleyman Peyğəmbər belə bir sözü var Quran-ı Kərimdə: "Hâzâ min fadli Rabbi liyəbluvəni." Bu mənim Rəbbimin mənə olan lütfüdür ki, məni istəyir imtihan eləsin. Yəni Həzrəti Süleyman Peyğəmbər ki, var dövlət içərisində idi, o var dövləti imtihan bilir. Yəni nəinki təkcə elə kasıbçılıq, yoxsulluq ilahi imtihan sayılır. Burada səbir, belə deyək, insandan istənilib, orada isə şükür istənilib. Hər halda biz səbir mövzusunda da biraz genişləndirsək, elə maddi imkan yaxşılaşanda da insan gərək elə səbirli ola. Çünki yaxşılaşdıqca insanın günaha şəraiti də yaxşılaşır və eyni zamanda da fəqir olan şəxs də yenə də Allaha şükür etməlidir. Nəinki təkcə elə səbirlə kifayətlənməlidir. Dinimizə görə imanın iki qanadı var. Biri səbirdir, biri şükürdür. Hər iki halda, yəni insan yoxsul halda da, kasıb halda da səbir və şükür etməlidir. Amma dediyiniz suala cavab olaraq bunu da əlavə eləmək olar ki, bu heç də Allahın rəhmət və qəzəb nişanəsi deyil. Məsələn, birinin əhval-ruhiyyəsi çox yaxşıdır, maddi cəhətdən. Belə deyil ki, Allahın ona, belə deyək, lütfü var. Bu hər zaman belə deyil. Mümkündür ki, Allah ondan həmin o halda qəzəblə davranmış olsun. Yəni, o Allahın qəzəb nişanəsi olmuş olsun. Çünki Quran-ı Kərim buyurur ki, "Sənəstədricuhum min haythu la ya'lamun." İnsanı bilməyən yerdən insanı qəflətə aparıb çıxarta bilərik. Yəni, insana bəla verilə bilər. Ola da bilər ki, insan nə istəyir Allahdan verilir və bu Allahın bir insana qəzəb nişanəsi olsun. Eyni zamanda da insanın yoxsulluq içərisində olması. Bu da o demək deyil ki, burada Allah buna qəzəb edib, bu yoxsulluq içərisindədir. Bu, yəni, qəzəb və rəhmət nişanələri tamamilə başqa şeylərin ölçülür. Sırf maddiyyatla, maddiyyatın zənginləşməsinə və yaxud da məhrumiyyətlə ölçülmür. Və üçüncü olaraq, bunu cavab olaraq demək istəyirik ki, Allah Taala, məsələn, biri Allaha inanır, nəyə görə? Məsələn, çətinlik içərisindədir, biri isə inanmır, o isə, belə deyək, rifah içərisindədir. Yəni, kafirlərlə möminlər. Quran-ı Kərimə biz nəzər salanda görürük ki, Allah Taala buyurur ki, mömin insanlar, təqvalı insanlar, onların üzərinə bərəkət qapıları açılar, göydən və yerdən. Əgər açılmırsa, yaşadığımız İslamda ola bilər ki, nəsə bir problem var. Yəni, biz ya İslamı düz yaşamırıq, ya həmin o iman və təqva həyatını düz yaşamırıq. Ya bundandır, ya da ki, burada bir əsas cavab bundan ibarətdir ki, o demək deyil ki, məsələn, o adam ki, yaşayır, o dinin, imanın içərisindədir. Amma onun zahiri, belə deyək, gözəl görsənə bilər. Biz onun batinindən xəbərsizik. Yəni, zahirdə onun halı çox gözəldir, maddi durumu çox yaxşıdır. Amma biz batinindən xəbərsizik. Quran buyurur ki, əsas
batindir. Ya'lamuna zahiran minel hayatid dünya və hum anil ahireti hum gafilun. Zahirdən xəbərdardılar, amma batindən xəbərsizdilər. Mümkündür ki, həmin o yaxşı təsəvvür etdiyimiz, həmin o cəmiyyət, həmin o insan bu onun əlindən alınanda o hansı cinayətləri edə bilər və yaxud da heç əlindən alınmasın bu maddiyyat. O imkan düşəndə hansı cinayətləri əl ata bilər ki, tarixdə və bu günümüzdə də dünyada da biz bunun dəfələrlə şahidi oluruq. Ki, yəni ola bilər ki, bir cəmiyyət, bir insan müasir insandır, mütərəqqi cəmiyyətdir, inkişaf eləyib hər sahədə, amma insanlıq cəhətdən geridə qalıb, mənəviyyat cəhətdən geridə qalıb. Belə bir təmsil var, deyir, pişik bir gün şirə deyir ki, sən kefdəsən, daha doğrusu şir pişiyə deyir ki, sən kefdəsən, gündə ət yeyirsən. Amma mən meşədə elə qurumuş yarpaqlardan yeyirəm. Pişik ona deyir ki, düzdür, mən hər gün ət yeyirəm, insanların arasındayam. Amma mənə biri bir pişdə deyən kimi o dəqiqə qorxuram, qaçıram. Amma sən quru yeməklər yesən də, qurumuş budaqlar, yarpaqlar yesən də elə şirsən ki, şirsən. Yəni sən öz şirliyini unutma. Mənim yağlı tikə yeməyimi görüb, özündə olan o şücaəti, özündə olan o keyfiyyəti yaddan çıxartma. Məndə o sən deyən keyfiyyət yoxdur. Ola bilər biri maddi cəhətdən qabağa gedib, amma mənəvi cəhətdən, dəyərlər baxımından çox geri qalıb ki, biz müasir dünyada bax bunun da şahidi oluruq ki, mümkündür ki, bir cəmiyyət qabağa geçsin. Hətta bir tarixdə var bunun şahidi olmuşuq ki, deyir o ən belə inkişaf etmiş cəmiyyətlərin birində bir gün işıqlar sönür, şəhərin işıqları tamamilə gedir və qaranlıq olur gecə vaxtı. Səhər açılanda görürlər ki, nə qədər dükanlar, mağazalar, nə qədər insanların malları qarət olunub. Yəni sən demə, hər şey bəzək kimi üzdəymiş. Amma bunların cinayətkarlığı, bunların o dəyərdən uzaq, belə deyək, yaşam tərzi gizlin qalınmış, bir dənə şəhər işıqlarının sönməsinə bağlıymış ki, bunların iç üzü çıxsın üzə. Və insan düzdür gedir həmin cəmiyyətdə yaşamağa can atır. Amma o cinayəti görəndən sonra heç kəs o deyir ki, elə yağsız yiyim, quru yiyim, amma o dəyərlərlə yaşayıb. Ona görə də yəni insanı aldatmasın, insanın və yaxud da bir cəmiyyətin inkişaf eləməsi, maddi cəhətdən yaxşı ol, o niyə belədir? Allah əsas dəyəri görürsən ki, bu tərəfə verir. Hərçənd ki, din hər iki tərəfin, belə deyək, tərəfdarıdır. Əsl insan dinlə yaşasa, həm dünyası, həm mənəviyyatı, hər ikisi inkişaf eləyər və zəngin olar. Çox sağ olun. Buyurun. Məlumat verdiniz, cavab verdiniz. Təşəkkür.